1991-ci ilin sonları, 92-ci ilin əvvəlləri. Azərbaycan müstəqilliyini yenicə qazanmışdı. Amma ölkədə ciddi siyasi xaos hökm sürürdü. Ordu tam təşkilatlanmamışdı. Silah-sursat çatışmırdı. Rəhbərlikdə pərakəndəlik vardı. Digər tərəfdə isə artıq Sovetdən silahlanmış, Rusiyanın açıq-aşkar dəstəyini alan erməni silahlıları Dağlıq Qarabağda strateji mövqeləri tək-tək ələ keçirirdi. Şuşa, Qarabağın ürəyi. Onun ətrafında yerləşən Daşaltı kəndi strateji baxımdan çox önəmli idi. Bu kəndi nəzarətə götürən tərəf Şuşanı mühasirəyə sala və nəqliyyat yollarını kəsə bilərdi. Məhz bu səbəbdən Daşaltının azad olunması məsələsi gündəmə gəlmişdi. Ermənilər Qarabağda möhkəmlənmək, Şuşa və Laçını birləşdirəcək dəhlizi açmaq məqsədi ilə Daşaltı və ətrafındakı mövqelərdə güclənirdilər. Şuşa şəhəri artıq erməni silahlılarının tam mühasirəsində idi. Bu mühasirəni yarmaq üçün hərbi əməliyyat zəruri idi. Əgər Daşaltı kəndi ermənilərin nəzarətinə keçsəydi, bu Laçının da, Şuşanın da taleyini həll edə bilərdi. Bu səbəbdən 1992-ci ilin yanvar ayında Azərbaycan tərəfi Daşaltını azad etməklə həm Şuşanı qorumağı, həm də erməni mövqelərini zəiflətməyi planlayırdı. Bu əməliyyat Azərbaycan ordusunun o dövr üçün ilk iri miqyaslı hücum cəhdlərindən biri idi. Əməliyyatın uğurlu keçməsi həm hərbi, həm də psixoloji baxımdan vacib idi. Azərbaycanın hələ mütəşəkkil orduya malik olmaması və müxtəlif könüllü dəstələrin özbaşına döyüşməsi vəziyyəti daha da çətinləşdirirdi. Buna baxmayaraq o dövrdə həm əsgərlərdə, həm də könüllülərdə böyük döyüş əzmi var idi. 1992-ci ilin yanvar ayının əvvəllərində Daşaltı istiqamətində geniş miqyaslı əməliyyat üçün planlaşdırma işləri başlandı. Əməliyyatın hazırlanmasındakı əsas məqsəd kəndi erməni silahlı qüvvələrindən azad etmək və Şuşanın cənub-qərb sınağını təminat altına almaq idi. Əməliyyatın rəhbərliyi Azərbaycan Respublikasının o dövrdəki Müdafiə naziri Tacəddin Mehdiyevə tapşırılmışdı. O əməliyyata nəzarət edir və qərarları verirdi. Yəni döyüşlər Şuşanın ətrafında getməli idi və o vaxta qədər də mən çalışırdım ki, 4-cü ordunun bütün silah, sursatı bizə verilsin və biz inanın ki, döyüşəndə Müdafiə Nazirliyində cəmi 47 nəfər zabit var idi ştatda, 27 dənə də avtomat var idi, başqa silah növü yox idi, nə tank, nə BMP. Əsas hərbi hissə isə polkovnik leytenant Elbrus ordusunun rəhbərlik etdiyi könüllü dəstələrdən və yerli müdafiə taborlarından təşkil olunmuşdu. Əsas döyüş gücü Şuşa özünü müdafiə batalyonu və Şıxov taboru adlanan döyüşçü dəstələrindən ibarət idi. Əməliyyatda təxminən 200-dən çox əsgər və könüllü döyüşçü iştirak edirdi. Onların içində o dövrdə Qarabağda döyüş təcrübəsi olan gənclər, əvvəllər Sovet ordusunda xidmət etmiş zabitlər də var idi. Əməliyyatın əsas planları aşağıdakılar idi. Birinci hücum qrupu Şuşanın yaxınlığındakı Nəbilər kəndi istiqamətində hərəkət edərək və oradan da Daşaltı sıxınağı aparan əsas yola nəzarət götürməli idi. İkinci qrup isə Daşaltının içərisinə doğru irəliləyərək Daşaltı-Şuşa kənd yolunu kəsməli idi. Bu erməni qüvvələrinin təchizat və ehtiyat qüvvə gətirməsinin qarşısını almaq üçün nəzərdə tutulmuşdu. Üçüncü qrup isə ehtiyatda saxlanılmalı, digər qruplardan birinə dəstək məqsədi ilə yönləndirilməli idi. Əməliyyatda əsas güvən yerli bələdçilərə və yerli əhalinin dəstəyinə idi. Lakin təəssüf ki, sonradan məlum oldu ki, bəzi bələdçilər erməni tərəfə də işləyirmiş. Onlar əməliyyatın istiqamətləri barədə məlumatlar ötürüblərmiş. Əməliyyatın planı masada mükəmməl görünürdü. Amma bu planın icrası zamanı həm hava şəraiti, həm rabitə çatışmamazlığı, həm də koordinasiya boşluqları ciddi nəticələrə səbəb oldu. Əməliyyat 1992-ci ilin yanvarın 25-dən 26-sına keçən gecə saatlarında başladı. Azərbaycan qüvvələri müxtəlif istiqamətlərdən Daşaltıya doğru hərəkət etməyə başladı. Havanın olduqca soyuq və sərt olması, dərin qar, sıfırın altında şaxta və külək əsgərlərin hərəkətini ciddi şəkildə çətinləşdirirdi. Əslində bu cür hava şəraitində hücum əməliyyatı aparmaq olduqca riskli idi. Ancaq ərazi və zaman məhdudiyyətləri buna imkan vermirdi. Əskərlər Qızılqaya istiqamətinə doğru qalxarkən, mövcud olan köhnə Sovet dövrünə məxsus rabitə cihazları ilə əlaqə yaratmağa çalışırdılar. Lakin texniki imkanlar çox zəif idi. Komandanlıqla döyüş bölgələri arasında praktik olaraq əlaqə yox idi. Əmr və göstərişlər bir-birinə çatmırdı. Ən böyük səhvlərdən biri də əməliyyatın sirlərinin erməni tərəfinə ötürülməyi idi. Azərbaycan bölmələri Daşaltı ətrafına çatanda artıq erməni mövqeləri tam hazırlıqlı idi. Onlar yüksəkliklərdə, Daşlıqaya mövqelərində səngərlər qazmış, pulemyotlar və snayperlərini artıq hazırlamışdılar. Bu isə Azərbaycanlı döyüşçülərin meşə və dağlıq ərazidən aşağıya doğru enərkən tam atəş zonasına düşməsinə səbəb olurdu. Əməliyyatın ilk zərbəsi uğursuz alındı. Nəbilər istiqamətində gedən dəstə Qızılqaya yüksəkliyinə çatmaqda çətinlik çəkdi. Duman və qarlı hava onların naviqasiyasını çətinləşdirdi. Onlar düşünülən istiqamətdən azaraq birbaşa erməni mövqelərinə tuş gəldilər. İlk 10-15 dəqiqəlik atışmada ondan çox döyüşçü həlak oldu. Bir neçəsi ağır yaralandı.
Daşaltının içərisinə doğru hərəkət edən ikinci qrup isə pusquya düşdü. Ermənilər yüksək təpələrdən və kəndin evlərindən atəş açdılar. Qaranlıq, çətin relyef, rabitənin olmaması, koordinasiyasızlıq və nəhayət erməni pusqusuna düşmək. Bu amillərin nəticəsində dəstələr arasında panika və dağılma baş verdi. Əməliyyatın 2 saatlarından sonra artıq aydın oldu ki, Azərbaycan tərəfi gözlənilməz itkilərlə və ciddi koordinasiya problemləri ilə üz-üzədir. Emini bizim batalyonu top heç vaxt tutmur. Elə bir pozisiya seçmişdi ki, tankları da orada saxladı. Biz yaxşı bilirsiniz. Açıq da televizora deyim bunu. O yeri emini açıq elə vururdular ki, elə bir ki oğuzlarının içindədir. Biz məcbur olduq bütün qıraqdakı cəmaatı yığdıq padvala, özümüz padvalda otururduq. Hər qrupun öz istiqamətindəki hərəkəti demək olar ki, müstəqil xarakter daşıyırdı. Vahid komanda ilə əlaqə olmadığı üçün əsgərlər bir-birindən xəbərsiz şəkildə mübarizə aparırdılar. Daşaltı kəndinin girişində olan əsas 2 yol, biri Nəbilərdən gələn yol, digəri isə Sığnaq istiqamətindən gələn yol. Erməni tərəfi buraları tamamilə minalamış və pusqu üçün tam hazırlaşmışdı. Ayın 5-i Daşaltı qalacaq daşların altında. Daşaltı ayın 5-i gəldi, olmadı. 6 gəldi, olunmadı. 7 abajurun haçan olunacaq bu Daşaltı. Amma mən inanmıram, əgər kömək gəlməsə, pulunu göydən, vertolyotlar pulunu qalxıb vurmasalar, emin olan pozisiyaları. Sonra tankla bir dənə yolumuz qalıb, bizim Şuşun yolu. Onlar Qızıldaşda tutublar, Daşaltında qabaqdan da. 3 tərəfdən bizi vuracaqlar. Bax, pis açı biz 2 dənə tankı çıxardarıq. 2 dənə, 3 dənə BMP-miz var, çıxardarıq. Biz ölümə hazırıq. Onun sözü füsion. Azərbaycan əsgərləri bu ərazidə irəliləyərkən bir neçə dəfə mina partlayışlarına məruz qaldılar. Yaralananları çıxartmaq üçün isə nə texnika, nə də hava şəraitinə uyğunlaşdırılmış xilas etmə vasitələri vardı. Əməliyyat zamanı bir neçə qəhrəmanlıq nümunəsi baş verdi. Yaralı yoldaşlarını döyüş zonasından çıxartmağa çalışanlar, düşmən mövqelərinə yaxın məsafədən atəş açaraq digər əsgərlərin geri çəkilməsinə şərait yaradanlar, hətta son gülləsinə qədər döyüşən əsgərlər də olmuşdu. Onlardan bəziləri sonradan Azərbaycan milli qəhrəmanı adına layiq görüldü. Lakin ümumi mənzərə faciəvi idi. Xüsusilə Qızılqaya istiqamətində hərəkət edən dəstə tamamilə mühasirəyə düşmüş və atəş altında qalmışdı. Bir neçə əsgər geri çəkilməyə çalışsa da, erməni snayperləri onların da qaçış yollarını bağlamışdı. Qışın ortasında, sıfırın altında temperaturda, qarlı və buzlu dağlıq ərazidə yaralanmış döyüşçülərin bir çoxu ya qan itkisindən, ya da soyuqdan həyatını itirirdi. Rabitə əlaqəsinin kəsilməsi komandanlığın ön xəttdən məlumat almaması demək idi. Komandir Elbrus ordusu və onun döyüşçüləri təziz olunmuş vəziyyətdə düşmənin güclü atəş altında döyüşməyə davam edirdi. Əməliyyatın davamında ehtiyat qüvvələrin də zamanında göndərilməməsi, geri çəkilmək üçün dəqiq marşrutların planlaşdırılmaması və bir çox səbəblərdən əsgərlər çaşqınlıq və nəzarətsizlik içində ya əsir düşdü, ya da həlak oldu. Müxtəlif istiqamətlərdə döyüşən Azərbaycan dəstələrinin geri çəkilməsi tam xaotik bir vəziyyət yaratdı. Bu zaman bəzi döyüşçülər səhvən erməni mövqelərinə doğru yönəldi və orada ya qətl edildi, ya da əsir götürüldü. Bəzilərinin taleyi isə bu günə qədər naməlum olaraq qalır. Əməliyyat əvvəlcədən hazırlanmış olsa da, planların praktiki icrasına tam uyğun değildi. Ən kritik nöqtə rabitənin zəifliyi idi. Əməliyyat boyunca komandanlıqla ön xəttdə olan bölmələr arasında rabitə demək olar ki, olmadı. Bu isə komandirlərin əsgərlərin vəziyyətini bilməməsinə və vaxtında yardım göndərməməsinə səbəb oldu. Əlavə olaraq əməliyyatın istiqamətləri barədə məlumatın düşmənə sızması, hücumun sürpriz effektini itirməsinə səbəb oldu. Bu əməliyyatın uğursuz olmağının ən vacib amillərindən biri idi. O dövrdə Azərbaycan ordusu hələ tam qurulmamışdı. Qonşu ölkələrdən fərqli olaraq təcrübəli və yaxşı silahlanmış bir ordu yox idi. Daşaltı əməliyyatına qoşulan döyüşçülərin əksəriyyəti könüllü və az təcrübəli idi. Bundan əlavə əməliyyatda hər bir qrupun və hər bir hissənin fəaliyyətini koordinasiya edən vahid və təcrübəli komandanlıq olmadı. Hər bir bölmə müstəqil döyüşürdü. Ümumi strategiya tam şəkildə həyata keçirilmirdi. Qarlı, dumanlı, şaxtalı hava şəraiti ilə döyüşçülərin hərəkətini çox çətinləşdirirdi. Dağlıq və meşəli relyefin mürəkkəbliyi həmçinin planlaşdırılan istiqamətlərdən sapmalara və yanlış manevrlara gətirib çıxartdı. Minalanmış yollar və pusquların mövcudluğu da əməliyyatın gedişini ləngitdi və itkiləri daha da artırdı. Azərbaycan tərəfinin o dövrdəki texnika və maliyyə imkanları da olduqca məhdud idi. Döyüşçülərin silahları çox vaxt köhnə və nasaz idi. Müasir rabitə və keyfiyyət vasitələri demək olar ki, yox səviyyəsində idi. Həmçinin döyüş sonrası yaralıların təxliyəsi üçün müvafiq avadanlıqlar, təcili yardım sistemləri də mövcud değildi. Erməni qüvvələri ərazini yaxşı tanıyırdı. Mövqelərində möhkəmlənmişdilər. Yerli dəstələr vasitəsilə informasiya mübadiləsi daha səmərəli həyata keçirilirdi. Onların pusqu və snayper taktikaları Azərbaycan hücumlarını tamamilə dəf edirdi. Beləliklə Daşaltı əməliyyatı Azərbaycan ordusunun qurulmasının başlanğıc dövründə keçirdiyi ağır sınaqlardan biri oldu. Bu uğursuzluqdan dərs çıxararaq, gələcək döyüşlərdə daha yaxşı planlaşdırma, əlaqələndirmə və taktiki hazırlıqlar həyata keçirildi. Əməliyyatın nəticəsi göstərdi ki, hərbi uğurun əsas açarı güclü komanda, səmərəli rabitə və dəqiq kəşfiyyatdır.
Daşaltı əməliyyatı ağır itkilərlə nəticələndi. Bu ağır nəticə Azərbaycan ordusu üçün böyük təcrübə oldu. Əməliyyat zamanı əsir düşənlərin sayı dəqiq müəyyən edilməsə də, mənbələrə görə onlar arasında həm könüllülər, həm də peşəkar hərbi qulluqçular var idi. Həmin əsirlərdən bəziləri Ermənistanın müxtəlif həbsxanalarında uzun müddət saxlanıldılar. Bir çoxları isə yaralı halda olduğu üçün döyüş bölgəsindən təxliyə edilə bilmədi. Onlar soyuq və qarlı hava şəraitində həyatlarını itirməyə məcbur oldular. Daşaltı əməliyyatının uğursuzluğu Azərbaycan silahlı qüvvələrinin inkişafında böyük rol oynadı. Bu ağır təcrübədən sonra rabitə sistemləri gücləndirildi. Komandanlıq və idarəetmə sistemləri təkmilləşdirildi. Hərbi bölmələrin koordinasiyası üçün yeni standartlar tətbiq olundu. Təlim və hazırlıq səviyyəsi artırıldı. Yerli bələdçilərin və kəşfiyyatın rolu daha da diqqətli planlaşdırıldı. Bu dəyişikliklər gələcəkdəki döyüşlərdə də öz nəticəsini göstərdi. Daşaltı əməliyyatı Azərbaycanın hərbi tarixində qəhrəmanlıq və faciə simvolu olaraq isə qalır. Həmin döyüşlərdə həyatını itirənlərə və itkilərə baxmayaraq, Azərbaycan xalqı və ordusu ruhdan düşmədi. Əksinə, daha da möhkəmləndi. Daşaltı əməliyyatı Azərbaycan hərbi tarixinin ən mürəkkəb və dramatik səhifələrindən biridir. Daşaltı əməliyyatı həm faciə, həm də təcrübə mənbəyidir. Son olaraq, Daşaltı əməliyyatında həyatını itirən hər bir igidimizə Allah rəhmət eləsin. Video isə burada sona çatdı. Video ilə bağlı fikirlərinizi şərhlərdə bölüşməyi unutmayın.